A kateqoriyasına daxil olan şəxsiyyət pozuntularından biri də paranoid şəxsiyyət pozuntusudur. Paranoid şəxsiyyət pozuntusu olan insanlar ətrafdakı olan şəxslərə qarşı həmişə inamsızlıq hissi ilə, şübhə hissi ilə yanaşırlar və bu da onlarda psixoloji pozuntulara gətirib çıxarır. Paranoid şəxsiyyət pozuntuları adətən paranoid şəxsiyyət pozuntusu kimi də götürürlər. Paranoidlar kimlərdir? Onlar daima tənqidə qarşı agresiv olan insanlardır. Ətrafdakı insanlara qarşı inamsızlıq hissi olan insanlardır. Ətrafdakı insanlara daima şübhə ilə yanaşırlar. Təsəvvür eləyin ki, elə insanlardan bəziləri dostlarla bir yana yığışanda, əgər onlardan kimsə qabaqda gəlibsə, mütləq onlara şübhə hissi ilə yanaşacaqlar. Ona görə də bu insanlar daima narahat olurlar. Əsasən paranoid şəxsiyyət pozuntusunun yaranma səbəbləri insanların özünə, ətrafdakı insanların ona qarşı olan diqqətsizliyindən yaranır və bunlar uşaqlıqdan formalaşmağa başlayır. 18 yaşından sonra isə inkişaf eləməyə başlayır. Ona görə də onları yaradan səbəblər əsas ortadan götürülməlidir. Bəzən bəzi simptomlar var ki, o simptomlar yavaş-yavaş başlayırlar, yüngülcə başlayırlar, sonradan isə çox gərgin hallarda insanlarda bürüzə verilir. Və bunların əsas əlamətləri hansılardır? Bunların əsas əlamətləri ətrafdakı insanlara qarşı inamsız hissidir, şübhəli olmalarıdır, insanları etibarsız hiss eləmələridir, tənqidi qeydlərə aqressiv yanaşmalarıdır və digər səbəblərdir. Onun üçün də belə insanlarda daima gərginlik, narahatçılıq hissi olunur. Uşaq yaşlarında paranoid şəxsiyyət pozuntusu yarana bilər. Bunun üçün də valideynlər biraz diqqətli olmalıdırlar. Əgər uşaqlarda hər hansı bir tənqidə qarşı aqressiv meyillər varsa, ətrafdakı insanlara şübhə hissi ilə yanaşırlarsa, mütləq valideynlər o uşaqları nəzarətə almalı, psixoloqlara gətirməlidirlər. Çünki mütləq bu yaşdan uşaqlarla psixoloji müayinələr başlanmalıdır. Deməli, 18 yaşdan yuxarı uşaqlarda isə bu daha da məhkəmlənməyə başlayır. Bir şəxsiyyətin tam formalaşması dövrüdür. Ona görə də onda uşaqlara psixiatrik müalicələr də lazım olur. Yəni dərman müalicələri lazım olur. Ona görə də valideynlər uşaq yaşlarından uşaqlarına diqqət eləməlidirlər. Uşaqlara psixoloqlara aparmalıdırlar ki, uşaqlar gələcək həyatlarını daha rahat, heç bir psixoloji problem olmadan yaşaya bilsinlər.